Əsl müəllim evində qızlar məktəbi açıb, onları savadlandıran, Azərbaycanın bir neçə məktəbin əsasını qoyan və onlara rəhbərlik edən Mədinə Qiyasbəyli. Mədinə Qiyasbəyli 1906-cı ildə Qazaxın Salahlı kəndində yaşadığı evdə bir sinifli ilk kənd qız məktəbini açıb. Burada türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi. 1910-cu ildə ailə qurduqdan sonra Dağkəsəmən kəndinə köçüb. Burada da qızlar məktəbi açıb və fəaliyyətini davam etdirib. Bir müddət həyat yoldaşı ilə birlikdə Gədəbəyə köçən Mədinə xanım burada da müəllimlik edib. 1919-cu ildə Bakıya köçüb. 1920-ci ilin martında yaşadığı mənzildə axşam kursları təşkil edib. Kursda Üzeyir bəy Hacıbəyli, Xədicə Ağayeva, Şəfiqə Əfəndizadə də dərs deyirdilər. Mədinə xanım Əks İnqilabı Müsavat Təşkilatının üzvü ittihamı ilə həbs olunub. Qısa dövr ərzində 12 dəfə dindirilib. Bütün əmlakı müsadirə olunub və 1937-ci ildə güllələnib.